Bu dörd insan tipi ilə əsla mübahisə eləməyin. Birincisi, səhvini qəbul eləməyən insan. Belə adam üçün həqiqət yox, ego önəmlidir. İkincisi, bərk əsəbləşib, qışqıraraq, bağıraraq danışan insanlar. Hirsli başda ağıl olmur, mübahisə bəzən dava formasına keçə bilər. Üçüncüsü, həmişə haqlı çıxmağa çalışan insan. Bu insan söhbət eləmir, yarışır. Məqsədi anlamaq, başa düşmək deyil, qalib gəlməkdir. Dördüncüsü isə öz inancından başqa heç bir düşüncəni, inancı qəbul etməyən insan. Özü kimi düşünməyəni dərhal kafir, zındıq, cəhənnəmlik, azmış adlandırırsa, orada sağlam diyaloqdan söhbət gedə bilməz. Həzrət Əlinin də belə bir kəlamı var ki, nadana verilən ən yaxşı cavab susmaqdır. Bəzən susmaq məğlubiyyət deyil, əsəblərini və ləyaqətini qorumaqdır. Ətrafınızda belə insanlar varmı? Şərhə yazarsınız. Dostlar, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.